Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdatan min lisani yefqahu qavli. Salam əziz və hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Söhbətimiz qiyamət günü haqqında idi. Keçən verilişlərimizdə miad barəsində qiyamət günü haqqında bəzi məlumatları nəzərinizə çatdırdıq. Əgər qiyamət günü olmasa, bu dünyanı, yaşadığımız bu dünyanı, axirət aləmini nəzərə almadan, yəni axirət aləmi olmadan bu dünyanı nəzərdə alsaq, onda həyatımızın mənası olmaz. Axirət aləmi, qiyamət günü, ölümdən sonraki həyat bu dünyadakı həyatımıza məna verir, məfhum verir. Axirət aləmi dünyada yaşadığımız bu günlərə ruh verir, can verir. Əgər axirət aləmi olmasa, qiyamət günü olmasa, onda bu dünyamız, bu həyatımız puç və mənasız olar. Bir misal vurmaq istərdim bu məsələni başa düşmək üçün. O da bundan ibarətdir. Əgər uşağı ana bətnində uşağı nəzərə alsaq, görərik ki, uşaq ana bətnində darısqal və qaranlıq bir zindanda həbs olunmuşdur. Əgər həmin uşaq üçün ana bətnində ağıl, təfəkkür, şuur olmuş olsa, həmin uşağın ana bətnində ağlı, şuuru, təfəkkürü olmuş olsa, yəni fərz edək ki, həmin uşaq ana bətnində təfəkkür istedadına, ağıl qüvvəsinə malikdir. Onda bu uşaq özünə bir neçə sual verəcək. Birinci sualı bu olacaq ki, mən nə üçün belə bir qaranlıq və darısqal zindanda məhbus olmuşam? Nə üçün mən su və qanın içində burada əl-ayaq çalıram? Ümumiyyətlə, mənim bu xilqətimdən, bu yaranışımdan, bu ömrümdən məqsəd nədir? Ömrümün nəticəsi burada nə ola bilər? Bəli, bu uşaq ana bətnində ağıl qüvvəsinə, şuur və dərrakə qüvvəsinə malik olsa, təbiidir ki, bu sualları özü-özünə verə bilər. Nə üçün belə bir qaranlıq və təng yerdə mən qalmalıyam? Bu həyat nəyə lazımdır? Buradakı yaşayış mənim nə dərdimə dəyir? Nə üçün məni burada xəlq etmişlər? Kim xəlq edibdir məni? Nə üçün xəlq edibdir? Yaranışımın sonu hara çatacaq? Amma əgər həmin uşağa məlumat versələr ki, desələr ki, sən burada müvəqqəti olaraq bir neçə ay qalacaqsan. Bir neçə aydan sonra, 8 aydan, 9 aydan sonra səni bu təng, darısqal zindandan, qaranlıq zindandan azad edəcəklər. Sən geniş bir dünyaya qədəm qoyacaqsan. Sən bu dünyadan başqa bir
işıqlı dünyaya gedəcəksən. Və o işıqlı dünyada sən yaşayacaqsan. Sən bu dünyada ana bətnində yalnız bədən üzvlərin formalaşır, qüvvə toplayırsan, güc toplayırsan və bədən üzvlərin formalaşandan sonra sənin gücün, qüvvən bədəninə qaydandan sonra, yəni bu gücü, bu qüvvəni Allah sənin bədənində qoyandan sonra geniş bir dünyaya işləmək üçün, fəaliyyət göstərmək üçün gedəcəksən. Elə bir dünyaya gedəcəksən ki, orada parlaq günəşlə, orada işıqlı ayla üzbəüz olacaqsan. O dünyada sən yaşıl bağlarla, ağaclarla rastlaşacaqsan. O dünyada sən axar sularla rastlaşacaqsan və çox böyük nemətlərlə üzbəüz olacaqsan. Əgər bu uşağa ana bətnində fərz edək ki, belə bir məlumat versələr, onda həmin uşaq o darısqal yerdə rahat bir nəfəs alıb özünə deyəcək, hə, indi bildim ki, mənim xilqətimin fəlsəfəsi nədir? Nə üçün mən yaranmışam? Və orada rahat nəfəs alacaq. Biləcək ki, mən bu zindanda həmişə qalmayacağam. Bəli, deməli, buradan başa düşürük ki, bu dünyanı axirət aləmi ilə müqayisə etsək, eynən uşağın ana bətnini yaşadığımız bu dünya ilə müqayisə etmək kimidir. Necə həmin uşaq ana bətnində tənc, darısqal və qaranlıq bir yerdə zindandadır və axirət aləmini də əgər bu dünya ilə müqayisə etsək, necə bu dünya ana bətninə baxanda çox geniş, işıqlı və cürbəcür nemətlərlə dolu olan bir dünyadır, həmçinin axirət aləmini də bu dünya ilə müqayisə etsək, axirət aləmi də bu dünyadan geniş, işıqlı, rahat, əmin-amanlıq hökm sürən bir dünyadır. Təbiidir ki, insan bu həyatında 70 il, ya biraz çox, ya biraz az həyatında müxtəlif çətinliklərlə, problemlərlə rastlaşır. Cürbəcür çətinliklərin arasında əl-qol çalır və özünü bu çətinliklərdən qurtarmağa çalışır. Əgər biz bu zəhmətlə, bu əzab-əziyyətlə dolu bir dünyanı insanın yaranışı üçün məqsəd bilsək, onda bu dünyanın mənası olmaz. Necə ki, ana bətnindəki dünyanı həmin uşaq üçün məqsəd və son hədəf bilsək, onda o uşağın ana bətnindəki xilqəti faydasız və bihudə olar. O cümlədən bu dünyada da bu qədər çətinliklər, bu qədər qəmlər, qüssələr, cürbəcür müsibətlər, cürbəcür hadisələr, insan bu dünyada belə bir çətinliklərlə, belə bir hadisələrlə, belə bir müsibətlərlə üzbəüz olursa və bu cür yaşayışı özümüzə son məqsəd, son hədəf bilsək, bu həyatın da onda mənası olmaz. Amma əgər düşünsək ki, xeyr, bu yaşadığımız həyat müvəqqəti bir həyatdır. Bu dünyanın bizim üçün verdiyi qısa ömür, bu dünyada Allahın bizə verdiyi qısa ömür, bizim yaranışımız yalnız bunun üçün deyil. Allah bir şeyi
bir həqiqəti bəyan edəndə istəyir o həqiqəti bizə çatdırsın. Əgər bütün dinlərdə, asimani dinlərdə biz görürüksə Allah Taala həqiqəti bizə çatdırır, bir məsələni çatdırır. Məsələn, miad haqqında, qiyamət günü haqqında söz açırsa, deməli Allah nəyisə bizə başa salmaq istəyir. İstəyir həqiqəti başa salsın. Allah bir məsələni bəyan edəndə həqiqəti bizə çatdırmaq istəyir. Allah bizim üçün nağıl danışmır. İstəyir həqiqəti bilək. İstəyir ki, insan bilsin, sənin həqiqətin nədir? Sənin xilqətindən hədəf nədir? Məqsəd nədir? Səni yaratmışam, yaranışından məqsəd nədir? Hədəf nədir? Həqiqətin sənin ruhundur, canındır. Sən elə başa düşməyinən ki, yalnız bu dünya üçün xəlq olubsan, xeyr. Sənin ruhun əbədiyyət tələb edir, əbədiyyət istəyir. Sənin canın, sənin həqiqətin, varlığın əbədiyyət üçün yaranmışdır. Sən elə başa düşməyinən ki, bu dünyanın qısa ömrü üçün sən yaranmışsan, xeyr. Deməli, Allah başa salmaq istəyir ki, həqiqət nədir? Bu həqiqət insanın əbədi yaşamağı üçün bəyan olubdur. İstəyir, buyura ki, sən əbədi bir mövcudsan, əbədiyyət üçün yaranmışsan. Ona görə də qiyamət günü haqqında ayələr Qur'an-ı Kərimdə də çox nazil olmuşdur. Və qiyamət gününə əqidə bağlamaq insanın həyatında, insanın yaşayışında çox böyük rolu vardır. Və bu həqiqətləri Allah bizə çatdırır ki, biz insanlar bilək necə olmalıyıq, necə yaşamalıyıq. Allah Teala Qur'an-ı Kərimdə buyurur, ey insan, sən xəlifətullahsan, Allah xəlifəsisən. Yeryüzündə Allahın canişinisən. Sən özünü kiçik bir mövcud bilməcinən. Həzrəti Əli əleyhissalam buyurur, ətəz'amu ennəkə cirmun səğir və fi kəlin təfa əl-aləmül əkbəru. Məgər sən güman edirsən ki, kiçik bir mövcudsan, elə başa düşürsən, sən balaca bir cüssəsən, kiçik bir cisim və bədənə maliksən, xeyr. Və fi kəlin təva əl-aləmül əkbəru. Səndə böyük bir aləm vardır. Allah Teala Qur'an-ı Kərimdə buyurur, sən mənim yeryüzündə canişinimsən. Sənin həqiqətin başqa bir həqiqətdir. Sənin varlığın, sənin ruhun, canın başqa bir həqiqətdir. İstəyir deyən, necə olmalısan sən? Necə yaşamalısan? Nə olmalısan? Və niyə olmursan? Və mən dediyim kimi niyə olmursan? Sən balaca bir mövcud deyilsən. Sən mələkdən də üstün bir mövcudu ola bilərsən. Bəs niyə olmursan? Və fi kəlin təva əl-aləmul əkbəru. Həzrəti Əli əleyhissalam buyurur, səndə böyük bir aləm yerləşibdir. Böyük bir aləm vardır. Buna görə də görürük ki, Qur'an-ı Kərimdə də qiyamət məsələsinə Allah Teala çoxlu ayələrdə toxunubdur. Və Qur'an-ı Kərimin 1/3 hissəsindən çox qiyamət barəsində ayələr nazil olmuşdur. Bu ayələri biz 4 hissəyə bölə bilərik. Birinci qismət, birinci hissə ayələrdə Allah Teala insana çatdırmaq istəyir ki, başa salmaq istəyir ki, qiyamət gününə iman gətirməklik sənə lazımdır. Məsələn,
Nəml surəsində buyurur: "Ellezine yuqimunəs-salate və yu'tunəz-zakate və hum bil-axireti hum yuqinun." Allah Teala bu ayədə buyurur ki, yaxşı iş görənlərin sifəti haqqında qabaqçı ayələrdə yaxşı iş görənlərin, salih əməl edənlərin, salih əməli olanlar barəsində danışır və onların sifətini sadalayaraq bu ayədə buyurur: həmin yaxşı iş görənlər, salih əməl sahibləri o kəslərdirlər ki, yuqimunəs-salate, namaz qılırlar, ibadət edirlər. Allahla öz arasında əlaqə, məhəbbət yaradırlar. Və yu'tunəz-zakate, eyni zamanda Allah ilə öz arasında əlaqəsini, məhəbbətini gücləndirmək üçün yu'tunəz-zakate, Allahın bəndələrinə də xidmət edir. Zəkat verirlər onlar. Və hum bil-axireti hum yuqinun, və nəhayət ayənin axırında buyurur, onlar axirət aləminə yəqin tapıblar. Onlar axirət aləminə yəqin tapanlardandılar. Və bu yəqin insanın vücudunda böyük bir qüvvədir. Əgər həmin yəqin, axirət aləminə olan yəqin, biz insanların vücudunda öz yerini tapsa, onda həmin qüvvə ilə biz günahlardan uzaqlaşacaq. Həmin yəqin qüvvəsi, axirətə yəqin qüvvəsi bizi günahlardan uzaqlaşdıracaq. Və insanlar Allahın dedikləri bütün qanunlara, bütün hökmlərə, həyatda yaşamaq üçün, səadətə çatmaq üçün lazım olan bütün qanunlara əməl edəcək. Və hum bil-axirət hum yuqinun. Bəli, onlar axirətə yəqin tapıblar. Yəqinləri vardır. İkinci qrup ayələrdə ki, qiyamət haqqında nazil olubdur, axirət aləmini inkar edən kəslərin axırı necə olacaq? Axirət aləmini inkar edənlərin nəticəsi nə olacaq? Bu barədə buyurur. Səba surəsində buyurur: "Bəlillezine la yu'minun bil-axireti fil-azabi ve'd-dalalil-ba'id." O kəslər ki, axirətə iman gətirmirlər, onlar əzabda olacaqlar. Onların sonu, nəticəsi əzabda olacaqlar, gümrahlıqda olacaqlar onlar. Zəlalətdə olacaqlar. "Bəl kəzzəbu bis-saati və a'tadna limen kəzzəbə bis-saati sa'ira." Onlar qiyamət gününü təkzib etdilər və biz də qiyamət gününü təkzib edənlər üçün əzab hazırlamışıq. Furqan surəsində 11-ci ayədə bunu buyurur. Və yaxud İsra ayəsində 10-cu ayədə buyurur: "Və ennellezine la yu'minun bil-axireti a'tadna lahum azaban alima." Onlar ki, qiyamət gününü təkzib edirlər, biz onlar üçün dərdli bir əzab hazırlamışıq. Və a'tadna lahum azaban alima. Üçüncü qrup ayələrdə əbədi nemətləri Allah Teala sadalayır. Qiyamət gününün haqqında olan üçüncü qrup ayələr əbədi nemətlər haqqındadır. Ər-Rəhman surəsi 26-cı ayədən surənin axırına qədər Allah Teala qiyamət günündə, behişdə, cənnətdə insanlar üçün qoyduğu nemətləri sadalayır 46-cı ayədən surənin axırına qədər. Ya Bəqərə surəsində buyurur: "Və bəşşirillezine amenu və amilus-salihati enne lehum cennatin tecri min tahtiha'l enhar." Muştuluq vercinən ya peyğəmbər, iman gətirib salih əməl görənlərə muştuluq vercinən ki, onlar üçün bağlar vardır. Behişdə, cənnətdə bağlar vardır. Bağların, ağacların altından axar sular vardır, nəhərlər vardır, arxlar vardır, çaylar vardır. Və bu kimi ayələr Qur'an-ı Kərimdə ki, cənnət nemətlərini sadalayan ayələr çoxdur. Dördüncü qrup ayələr isə qiyamət günündə əbədi əzablar haqqındadır.
Vaqiə surəsindən mən bir neçə ayə huzurunuza oxuyum. Buyurur: "La'akilun min şecerin zakkum." Qiyamət gününü inkar edənlər la'akilun min şecerin zakkum. Zakkum şəcərindən yeyəcəklər. Femaliun minhal butun. Onların qarnı zakkum ağacı ilə dolacaq. Yeməkləri o olacaq. Fəşaribun aleyhi minəl hamim. Və onun üstündən də qaynar su içəcəklər. Fəşaribun şurbəl him. Özü də onu susuzluq xəstəliyinə tutulmuş dəvə kimi həmin suyu içəcəklər. Və qiyamət gününün əzabları haqqında Quranda bu və digər ayələr həmin əzabları, həmin cəzaları sadalayır və biz insanlar üçün bəyan edir. Vaxtımız sona çatdı, əziz tamaşaçılar. İnşallah gələn verilişdə də qiyamət barəsi haqqında sözümüzə davam edəcəyik. Sağ olun, Allah pənahında qalın. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala